Aha. Demek bir de sabahımız hayırlı olsun. Başlıyor. Bugün neye? Atmosfer. Atmosfere başlamadan evvel bakalım bir de atmosfer nece olmuştu, yaranmıştı. Yaranmışla bağlı prosesiz mərhələ var idi. Litosfer 2 mərhələ. Yani litosfer formalaşmamışdan qabaq tam şəkildə təbii ki, yer bir planet kimi formalaşma zamanında bir planetar mərhələ geçmişdi. Bir de geoloji mərhələ. Düzdür, biz orada baxmışdıq. Planetar mərhələdə atmosferin yaranmasına baxmışdıq. Kim xatırlayır onu? Planetar mərhələdə atmosferin yaranışını. İlk yüvədə suydu da. Ondan başladı. İlk yüvədə su buxarlanma. İlk yüvədə su, buxarlanma, hemen buxarın təkrarlanır. Yavaş gibi. yerin ətrafında saxlanılması. Bəs hemen buxarı yerin ətrafında saxlayan neydi? Cazibə. Cazibə qüvvəsi. Düzdür, bəli, nüvvənin cəzb etməsi. Yaxşı, buludun yaranması prosesi. Təbii ki, su buxarının bir araya gəlməsi üçün nə lazım idi orada? İstilik. Yok, o istilik heç. O öz yanına ki, deyirdi ki, oradan H2O gazları ayrılır, yer ətrafında birləşir, ilkin su molekullarını yaradır, su molekulları düşürdü. İsti bazaltının üzerine buxarlanırdı, qalxırdı yukarı. Düzdür. İndi bu buxar tam şəkildə, yəni ayrı-ayrı şəkildə buxar yukarı qalxanda bulut formalaşdıra bilməz. Yəni bu buxarı ətrafında toplamaq üçün bir kondensasiya nüvəsi lazım idi. Buludun yaranması üçün bir nüvə lazım idi ki, o su buxarın ətrafında yığa bilsin. Bəli, həmən o kondensasiya nüvəsinə digər adı ilə nə adlandırırıq? Onu qoyaq kənara. Təbii ki, bunu adlandırırıq aerozol hissəcikləri. Yəni, havaya atılmış qaz, toz hissəcikləri. Deyəcəm, düz yazılır. Aerozol, düz yazılmışsın. Aerozol hissəcikləri. Havaya atılmış qaz, toz hissəcikləri. İndi, necə ola bilər ki, bu bir su buxarını öz ətrafında yığıb saxlaya bilər? Düzdür. Əslində, cəlb etmə anlayışı cisimlərin sıxlığı ilə əlaqədar bir prosesdir. Su buxarına nəzərlə havaya atılmış bir vulkanik küp, bir toz, bir qaz hissəliyi, o su buxarına nəzərlə daha sıx hissəyə malikdir. Demək ki, hər hansısa bir havaya atılmış qaz, toz hissəcikləri istəyir təbii şəkildə olsun, istəyir süni şəkildə olsun. Ətrafdakı su buxarını daha çox özünə cəlb edəcəkdir. Su buxarı onu cəlb etməyəcək. Çünki bunların sıxlığı daha böyükdürsə, onlar nə edir? Su buxarını özünə cəlb edir və su buxarını cəlb edərək, baxın, yığır öz ətrafına. Həmən bu qaz, toz hissəcikləri, yəni aerozol hissəcikləri su buxarını ətrafına yığaraq birbaşa nə yaradır? Buludu formalaşdırır. İndi biz bir də müşahidə edib buluddur, buluddan sonra yağıntı növləri töküləcək. Buluddan tökülən yağıntılara baxacaq zaman-zaman. Havadan tökülən yağıntılara baxacaq. Buluddan tökülən yağıntılar 3 dənədir. Hansıdır? Bir, qardır, doludur, bir də yağışdır. Bəli. Yağış da indi baxır. Məsəl üçün, bax, bəzən deyirlər ki, yağıntı. Yağıntı deyəndə qar da yağıntıdır, dolu da yağıntıdır, yağış da yağıntıdır. Yəni, yağıntı anlayışı ümumidir yerə düşən. Amma yağıntının bərk halı, maye halı. Məsələn, yağışın növlərinin özü var. Leysan yağışları, kiskin, narın yağışlar. Bunlar haqqında da gəpələr prosesində danışacaq, daha ətraflı məlumat verəcək. İndi yavaş-yavaş, hissə məntiqi olaraq anlaya gedir. Yaxşı, bir, su buxarını ətrafında toplayan bu qaz, toz hissəlikləri aerozoldur və bu buludun nüvəsini təşkil edir. Yəni, o su buxarını bir araya gətirməlidir, buludu yarada bilsin. Məsəl üçün, biz bəzən eşidirik, turşulu yağışlardır, bu kimi hallar, palçıqlı yağışların yağması. Məsələn, turşulu yağış niyə görə yağır? Zavoddan atılan bir kimyəvi
qaz toz dumanlığı öz ətrafında su buxarı toplayır və onun da kimyəvi, yəni tərkibinin kimyəvi olaraq dəyişməsinə səbəb olur. Ona görə yerə turşulu yağışlar yağır. Yəni, o aerozol hissəliyinin, nüvənin kimyəvi və yaxud təbii olması birbaşa düşən yağıntıya təsir göstərir. Gəl. Gəl tez. Aha. Tezə başlamışıq. Yaxşı ki, gəldim çıxdı. Bəli. İndi fikir verməliyik. Bu anlayışı başa düşdükdən sonra biz dedik ki, bulut halında. Baxın, su buxar halında olsaydı, bir araya gəlməyib, bulut yaranmasaydı, ola bilərdi ki, bizim atmosferimiz bizdən daha da uzaqda ola bilərdi. Bugünkündən həddindən artıq uzaqda ola bilərdi. Amma aerozol hissəliyinin nüvə rol oynaması və bulut yaratması, yəni özünə doğru sıxması nəticəsində o bulutların şəffaflığı itir. Şəffaflıq itdikcə yerə daha yaxın sıxılıb qalır həmən bulutlar. Ona görə də atmosferimiz bugünkü halını alır. İndi burada baş verən digər proseslərdən danışacağıq. İndi görək nə baş verir ki, zaman zaman yerin qalınlığı artır. Baxa. İndi zaman nə baş verəcək? Atmosferimizin bizdən uzaqlaşması. Həqiqətən atmosfer bizdən uzaqlaşır mı? Bəli, uzaqlaşır. Həqiqətən atmosferin qalınlaşmasına nə səbəb olur? Bugünkü gündə qalınlaşa bilərmi, yoxsa nazikləşirmi? Nazikləşirsə, hansı ərazilərdə nazikləşə bilər, hansı ərazilərdə qalınlaşma prosesi gedə bilər? Bu proseslərin hamısına bir etap baxacaq. İndi, müəllimlər, ilkin olaraq bulutlar yarandı, danışdığımız kimi planetar mərhələdə bulutlar yerin ətrafında toplanmağa başladı və atmosferimiz meydana gəldi. Amma ilkin atmosfer bildiyimiz kimi nə idi? Nadi idi. Yəni bizi asteroid, meteoroidlərdən istənilən kimi qoruya bilmirdi. Bizim zaten asteroid və meteoroidlərdən qorunmasında atmosferin nə kimi rolu var? Sürtünmə qüvvəsinə əlaqədar bir rolu var. Yəni atmosferimizə daxil olan bir meteoroid, asteroid hava qüvvəsinə sürtünərək yanmağa başlayır. Zaman zaman parçalanır. Əslində bu prosesin adı eksogen qüvvədir. Bəli, atmosferimiz formalaşandan eksogen qüvvə yavaş-yavaş fəaliyyət göstərir. Eksogen qüvvələr istər xaricdən, istər daxildə baş verən hər hansısa bir gələn relyefi, qaya hissəsini və yaxud yerin daxilindəki bir qaya hissəsini parçalama qüvvəsinə malikdir. Baxın, indi biz 5 dənə qata baxacağıq. Qat 3000 kilometrlik bir qatdan danışacağıq və bu qatlardan keçən həmən asteroid, meteoroid sürtünməyə məruz qalır və o sürtünmədə yox olub gedir. Yerə çatan hissəsi varmı? Var. Bəli, sadəcə o da ölçüdən asılıdır. İndi gedişata baxaq, zaman. Necə oldu ki, biz bilirik ki, bax, və bu bizim olsun yer, üzərində başlayaq. 1, 2, 3, bu 4, bunu da biraz geniş çəkək, 5. 5 dənə atmosfer qatı yaranır. Atmosfer qatlar olaraq yaranır. İndi bu 5 dənə qatın zaman yaranmasındakı biz amilə baxacağıq. Görək, orada nə baş verir? Baxın, müəllimlər, ilk növbədə bu yer kürəsində birinci qat yaranır. İlkin bulutların topladığı qat. İndi fikir verin. Yer kürəsində nə qədər ki hidrogen və oksigen prosesləri var, qazları var, yerdə suyun yaranması davam edir. Və zaman da günəşdən gələn istiliklə bu buxarlanma davam edirdi. Buxarlanmanın davamı və aerozol hissəcikləri birinci hissədəki qaz təbəqəsindən bulutları formalaşdırmışdır.
zaman zaman bu neyir? Qalınlaşma gedir. Bəli, zaman zaman yerdə buxarlanma, buxar qalxdı, aerozol hissəciklə bir yerə gəldi, bulut, zaman zaman dövrün baş verməsi nəticəsində bəli, atmosferimiz qalınlaşmaya başlayır. İndi atmosfer qalınlaşandan sonra zaman zaman müəllimlər seçim prosesi başlayır. Nə kimi seçim? Sıxlığı böyük olan buxar hissəciyi, bulut hissəcikləri cəzb etmə qüvvəsindən uzaqda qalır. Sıxlığı, daha da böyük olanın, sıxlığı kiçik olanlar daha doğrusu. Sıxlığı kiçik olanlar, yəni az sıxlı, geniş bulutlar, geniş belə deyək, sıxlığa malik olan su buxarları cəzb etmədən uzaqda qalır, uzaqlaşır kənara. Amma sıxlığı böyük olan bulutlar var. O da nədən aslında? Aerozol hissəciyindən. Aerozol hissəciyinin sıxlığı nə qədər böyüksə, cəzb etməsi nə qədər böyüksə, ətrafına çox nə toplayacaq? Su buxarı. Və su buxarını toplayaraq daha çox sıxacaqdır. Bu sıxılma nəticəsində o buludun sıxlığı böyük olacaqdır və yerə nəyin yaxın yerləşəcəkdir. Və bax, bu nəticəsində buludların, su buxarının sıxlığı nəticəsində zaman zaman bunların sıxlığı arasındakı fərqlərlə əlaqədar təbəqələşmə formalaşmaya başlayır. Yəni sıxlığı böyük olan yerə yaxın yerləşir buludlar, sıxlığı kiçik olan bulut və su buxarları yerdən daha çox uzaqlaşmaya başlayır. Bax, ona görə də yer üzərində 5 dənə sıxlığı ən böyükdən, sıxlığı ən az olan hissəyə qədər 5 dənə təbəqəmiz formalaşır. Bu, troposfer, stratosfer, mezosfer, bəli, sonra termosfer və eksosfer. Bəli, 5 dənə təbəqəmiz formalaşır. İndi baxaq bunların qalınlıqlarından, düzdür, ortalama qalınlıqları verir. Burada bir dənə biz geniş miqyaslı danışırıq. Troposferin qalınlığı harda nə qədər təşkil edir? Bununla bağlı. Amma o birislərdə minimal bir rəqəm dedik, hə, bu qədər. Vəssalam. İndi bu səbəb nədir? Stratosferdən, məsələn, biz qütblərdə danışmağımız, ekvatorda danışmağımız bu kimi. Səbəblər nədir? Səbəb yer səthinə çıxan cəzb etmənin, yəni maqnit qütblərində yer səthinə doğru gələn o nüvədən axınlar var, gəlir maqnit qütblərini yaradır. Biri Kanada Arktik arxipelagında, biri Kanada Arktik arxipelagında, Ellesmere adasında, biri də Antarktidada Adel torpağında. Yaranan bu maqnit qütbləri, baxın, ekvatora nəzərən daha çox fəaliyyət göstərirlər. Səbəb, ekvatordakı, daha doğrusu nüvəyə nəzərən. Niyə? Ekvatorda nüvənin üzəri çox qalın bir örtüylə örtülür. Düzdür? Demək, nüvənin üzəri nə qədər örtülürsə, onun cəzb etməsində nə baş verir? Azalma. Baxın müəllimlər. Əvvəl nüvənin üstündə, daha doğrusu bazalt qatının üstündə qranit və köçmə suxurlar yox idi. Mən dedim mi, qranit gərək suxurların, ümumi yerin qatlarının yaranması üçün, yer qabında yerləşən qatların, birinci bazalt yaranırdı. Sonra qranit deyirdik. Xeyr, çökməz az. Köçmə deyirdik, onun arasında qranit yaranırdı. Baxın, köçmə suxur atmosfer qalınlaşdıqca baş verir. O da düşür geoloji eraya. Düzdür? Demək, geoloji eraya qədər, hələ bizim atmosferimiz istənilən kimi formalaşmamışdır. Təbəqələşmə prosesləri baş verməmişdir. Hələ nazik bir təbəqə mövcuduydu. Geoloji erada zaman bu təbəqələşmə baş verir. Səbəb, çünki gərək atmosfer o qədər qalın olar ki, orada gedən eksogen suxur yerdəki köçmə suxurları yarada bilərdi. Yəni, eksogen proseslər baş verməmiş, yerdə necə köçmə suxurlarında çıxacaqdı? Düzdür? Bəli. Ona görə deyirik ki, bizim atmosferimizin qalınlaşması geoloji eradan başlayır. Bəli, geoloji erada daha çox baş verir.
Çünki geoloji erada biz müşahidə edirik ki, bizim köçmə suxurlar artmağa başlayır. Köçmə suxurların artması üçün eksogen qüvvə lazımdır. Eksogen qüvvənin olması üçün atmosferimiz qalınlaşmalıdır. Atmosfer qalınlaşdıqca oksigenin miqdarı artmağa başlayır. Bunların hamısı bundadır. Yəni deyirəm, planeter mərhələdə oksigen miqdarı artmağa başladı. Bəli, hamısı bundan gəlir. İndi, müəllimlər, bura üçün başa düşmədiyimiz nəsə var? Qaranlıq qalan bir şey varsa deyim, buranı sürətli getməyəcəm. Ola bilər ki, bir ay yarıma gedək, amma bura tam başa düşülməlidir. Yaxşı. İndi, bu hissədə termosfer, stratosfer, mezosfer, daha doğrusu, troposfer, stratosfer, mezosfer, termosfer, eksosfer bu şəkildə yaranmağa başladı. İndi, köçmə suxurlar ekvatorun üstünü çox örtdü. Bəli. Baxın, mən deyən zaman ki, zaman bizdə əsasən atmosferimiz bizdən uzaqlaşır. Bu fikir niyə doğrudur? Baxın, bizdə dağlıq hissələr parçalanır, gətirir o köşəklik, nazik hissələrə dolur. Düzdür? O nazik hissələrdə əslində yerin nüvəsinin cəlb etməsi daha çoxdur. Çünki yerin nüvəsinin üstü nə qədər örtülübsə, onun cəlb etməsi daha çoxdur. Cəlb etmək çox olanda atmosferi neyinir? Dartın özünə. İndi bax, buradan gəlir parçalanmış suxurlar bu hissəni örtürsə, atmosferi neyinməyə başlayır yavaş-yavaş? Çox artmalar. Bəli, uzaqlaşdırmağa başlayır. Çünki cəlb etmə azalır. Cəlb etmə azalan kimi atmosferimiz bizdən uzaqlaşır. Yaxşı, belə bir tənasib qursaq ki, belə deyək, yer səthində köçmə suxurların artması prosesi ilə atmosferimizin qalınlaşması arasındakı mütənasibliyi uyğunlaşdır. Sən deyirsən ki, köçmə suxurların qalınlığı artdıqca nüvənin üstü neyinir? Örtülür. Onda bizdən atmosfer uzaqlaşır. İkisi də artım baş verdi. Qalınlıqdan söhbət gedir. Sıxlıq yox ha, müəllimlər. Sıxlıq o dəqiqə azalır. Bizdən atmosferimiz uzaqlaşan kimi sıxlıq neyinir? Azalır. Gərək sıxar ki, qazlar bir-birindən sıxlar, sıxlıq böyük olur. Demək ki, köçmə suxurların artmasıyla atmosferimiz sıxlığı arasında qalınlıq düz mütənasib. Sıxlıq tərs mütənasib. Bu yeni ifadələrdir, hələ ki yoxdur coğrafiyada. İşdir da, yəni nəsə belə bir şeylər olarsa tam beynimizdə qalsın. Yaxşı, indi gerçək tarix digər bir prosesə. Nədir? Orada stratosferdə bizə yazır ki, baba, deyir ki, ekvatorda stratosferin qalınlığı 16-18 kilometr. Amma qütbə gələndə 9-11. Niyə? Qütbün nüvənin üstü daha. Qütblərdə cəlb etmə daha çoxdur. Niyə? Çünki maqnit qütbləri səthə yaxınlaşır. Bax, nüvədən gələn, bax, fikir verin mənimlə. Bir var ki, budur, nüvə budadır, bir var buranı cəlb edir. Bir də var ki, nüvədən gələn maqnit axınları gəlib yığılıb burada qalıb, bax, bu hissədə. Yer səthinə daha yaxındır, yerin üzünə çıxmayıb, yer səthinə daha yaxındır. Desəz müəllim, yer səthindən çıxsaydı nə olardı? Yer səthindən çıxsaydı efuzif suxur olacaqdı, efuzif suxurun cəlb etməsi o qədər güclü ola bilməz. Demək, buradan da bir anlayış gəlir. İntruzif suxurların cəlb etməsi daha yüksəkdir. Nəyə görə yüksəkdir? Çünki intruzif suxura hava qarışmadığına görə sıxlıq böyük qalır. Hava qarışmadı. Sıxlığı böyük olan suxurlar, cisimlər avtomatik şəkildə cəlb etməsi də böyükdür. Aydındır. Yəni, bizim atmosferdəki quruluş prosesi və kosmik quruluş prosesi cisimlərin bir-birinə sıxlığı ilə əlaqədar bir prosesdir. Buyur. Sıxlığı böyük olanda cəzb etmə daha yüksək. Bəli, sıxlığı böyük olursa cəzb etmə daha yüksək. Yaxşı, bəli. Nə? İntruzif suxurlar.
Bəli, indüstri sıfırlarda maqnitləşmə prosesi daha güclü. Niyə alüminyum olan yerdə biz götürüb maqnit anomaliyasiyaları vermirik, amma dəmir olan yerə veririk? Səbəb sıxlıq böyükdür. Bəli. Eyni proses. Atmosferdə özünü necə doğruluyor? Bax, kosmik bir fəzada fikirləşək görək. Yer planeti kosmik bir fəzada havada necə qalır? Həmən asılılıqla. Nəyin asıllığında? Günəşin asıllığında. Günəş necə qalır? Günəş də digər bir sistemin asıllığında cəzb etməklə qalır. Ulduzlar deyirik, ulduz ölümü, düzdür? Ulduz ölümü nəyə görə baş verir? Əslində o ulduz sıxlığına görə digər bir cisimdən aşağı sıxlığa malikdir. O cisimdən asılı vəziyyətdədir. Bu formada. O cisimdən, bax fikir verin, bunun sıxlığı daha da azaldıkça bu ölüm yaşayır. Bu artıq bütün qabiliyyətini itirir, uzaqlaşır oradan. Bəli. Bu özünə uyğun cəlb etməyə malik olan cisimləri keçir ətrafına, gücünə görə. Gücü həddindən, sıxlığı həddindən aşağı olan cisimləri özündən itələyir. Yaxşı, bu proses baş verir. Zaman, yəni kosmik fəzada da planetlərin bir-birindən asıllılıq prosesi həmən o cəlb etməyə görədir. Ona görə də ulduz ölümləri baş verir. Yəni öz qüvvəsini itirən kimi avtomatik şəkildə uzaqlaşır əməlisindən. Gedir bir başqa zəif sistemə düşür. Ya parçalanır, ya da başqa bir zəif sistemdə cəlb olunub qalır. Özündən aşağı. Bu öz yerində. İndi, müəllimlər, bax burada da dediyimiz kimi maqnit qütblərin yaxın olması atmosferi çəkdi özünə. Amma ekvatorun üstü örtüldü deyə atmosferi biraz özündən buraxır yuxarı. İndi belə bir anlayış gəlir. Ekvatorda stratosferin qalınlığı çoxdur. Amma stratosferin sıxlığı ekvatorda azdır. Başa düşürsünüz? Başa düşmürsünüzsə deyin əməlində. Bunları hər tərəfli, yəni buradı, bu yana töydük, o yana töydük, bunu anlamaq lazımdır. Yaxşı? Bəli. Çünki bunları başa düşsə, atmosfer hadisələrində nəyin necə getdiyini tam şəkildə anlayacaqsınız. Küləklər niyə baş verir? Temperatur niyə? Soyuq olan yerdə, daha doğrusu dağın yuxarısına qalxırıqda, orada soyuqdur. Hava orada soyuqdursa, nəyə görə? Orada tərkibdə alçaqdır. Onun səbəbini anlayacaq zamanda. İndi, fikir verin. Buyurun. Çox sağ olun. İndi, bu hissədə kiminsə qaranlıq qalan bir hissə var. Orta qalınlığı da deyirlər 11-13 kilometrdir. Yəni hamısını toplayıb, sayına bölürlər, orta bir qalınlıq, 11-13 kilometrik bir qalınlıq çıxartırlar. Sonra, birinci növbədə burada nəyə toxunmalıyıq? Termik pillan anlayışına toxunacaq. Yəqin ki, çoxunu bilirik termik pillan nə olduğunu. Hər 100 metrə qalxdıqca temperatur 0.6 dərəcə aşağı düşür. Bu, hesablanma nəticəsində çıxarılmış bir prosesdir. İndi buradan bir sual çıxır. Niyə hər 100 metr qalxdıqca temperatur artmaq əvəzinə aşağı düşür? Bunun səbəbini açdıracaq. Əslində demişdim, bir dənə məntiqi baxın. Bax müəllimlər, hər yer səthindən qalxdıqca temperatur niyə aşağı düşdü? Deyim, bir fikrim var mənim. Cazibə ilə əlaqədar ola bilər. Cazibə ilə yox. Günəş hava yeri istilik olur. Yox, mənim. Ona görə də belə. Biz demişdik, istiliyi əsasən yer səthinə yaxın deyil. Bax, Azərbaycandan bir məntiq gətirəcək. Həmişə müdavinlərin qarışdırdığı yerdir. Belə bir şey gətirəcək. Deyək ki, bax, müəllimlər. Bir dənə də fikrim var. Sözlü kəssən, bir dənə də fikrimi var. Biz demişdik ki, hava şəffafdır da. Hayır, olur. Hava şəffaf olduğu üçün əvvəl yerdən qızdığı üçün get-gedə az istilik təsir edir yer. Yer birinci aşağıdan daha çox istilik. Demək, hava şəffaf olduğuna görə birbaşa günəşdən qıza bilmir. Yerdən qızmağa başlayır. Düzdür? Yerdən uzaqlaşdıqca təbii ki, nə olmaz?
Peşin yanında durmuşsan, uzaklaşdıkça ne edemezsin? İstiliği azalacak. Düz dönmedi. Bak, şeffaf oluş prosesidir. Bak, şimdi biz Azərbaycanda bir prosese bakacağız. Burada deyirəm, orada geniş anlayış gətirəcək. Yukarı kalkırsan, yukarı kalkında aslında sen güneşe yaklaşırsın. Düzdür? Güneşin istiliğine daha çok yaklaşırsın. Ama Güneşin istiliği, bak seni isilebilir. Çünkü sen bir sərtsən, şeffaf değilsən. Ama havanı qızdıra bilmir. ətrafdakı havanı isilə bilmir. Bəli, ətrafdakı havanı isilə bilmir. Bəzən belə bir şey var, sinifdə də deyir ki, şeydir. Məsələn, otaqda deyir, atapileniya pek yanmır. Deyir, ev yoxdur, adam çoxdur, birazdan otaq isinəcək. Bəli, o nədən asılıdır? İnsan otağı isitməkdə bir səhv rolunu oynayır əslində. Bəli, öz istiliyi ilə isitir, nəfəsi ilə isitməyə başlayır. Bəli, bu proses, yəni söhbət burada nədən gedir? Şəffaf olan bir cisim isinə bilmədiyinə görə məcburdur bir səthə ehtiyac duyur. Ona görə var, stratosfer, troposferdə birinci yer səthi sinir, sonra başlayır üst hava sinməyə. Və biz oradan yuxarı qalxdıqca 100 metre 0.6 dərəcə temperatur aşağı. Aydındır, buyur. Müəllim, bəs məsələn, otaqda atipləmə yandı, pis yandı. Hayır, yoktu. Məsələn, ayağınıza soğuk qoyub yuxarı qalxın, yuxarıdan yəni çox temperatur. O çok temperatur yok. Temperatur her zaman var. İndi onlara gələcəm, tərlik məsələləri. Bak, isinen hava ne demeye mecbur kalır? Genişlənir. Genişlenir. Yuxarı qalxır. Genişlenen hava yukarı kalkır. İsti hava genişlenmeye mecbur. İsti hava genişlenir, tərkibindeki su buharını, suyu yoxa çıxarır. Yani buhar halına çevrilir. O buhar halına çevrilme hemen havanın çəkisinin azalmasına sebep olur. Ama soğuk hava neyinir? Sıxılır. Və bəli, soyma nəticəsində sıxılır, sıxılır artdıqca ağırlaşır, aşağı düşür. Ona görə biz baxırıq, aşağı hissə ilk öncə soyuq havadır, amma yuxarı hissə isti havadır. Bəzən belə bir anlayış gəlir, heç təzə yananda başlayır, ayaqlarını düşür, amma bədəni də düşmür. Düzdür? Səbəb nədir? Aşağı, ağır, soyuq havanın aşağı enməsi. Yuxarı isə isti havanın qalxması. Amma baxın, aşağıda o deməkdə olan mənfi hava var. Yuxarı nəzər, bəli, yuxarı nəzərlə daha soyuq hava var. Məsələn, buyur. Mən ondan baxanda dağlıq ərazisi sərtdir, təpə də sərtdir. Ona qızdırıb ətrafı qıza bilər. Dağlıq hissə. Orada artıq biz nəyə toxunacağıq? Bax, səthdən uzaqlaşdıqca temperatur azalır mı? Temperaturun azalması nəticəsində orada buzlaq relyefi yaranır. Bax, indi gəl belə bir fikirləşək, seviyini başa düşürəmədim. Baba, gəl belə bir götürək. İndi gəlin baxın. Bax, bu olsun, bunu götürək, böyük Kiş dağının zirvəsidir. Həddindən artıq soyuq olmasın da, düzdür? Bax, mənim, bir var bu boyda zirvə ətrafı isidir. Bir də var bu boyda səth ətrafı isidir. Elə bir ki, bir dənə idman zalında götürüb o balaca atipileniya var ha, ondan qoymuşsan. Oranı isidə bilər, çox istəməyir. Amma bir də var onun ki, tamamilə atipileniyalarla dolu. Düzdür, səthə yaxınlıq zirvəyə nəzərlə. Bax, sahənin çox olması prosesi isinmə prosesini də artırır. Və üstə gəlir, bu nə qədər olmasa, buradan qalxanda temperatur azalır. Temperatur azaldıqca suxurun tərkibində soyuqluqla əlaqədə dəyişim baş verir. Həmən dəyişim albionun əks etdirməni artırır. Güzgü effekti yaradır. Bəlkə görmüş olarsınız, düzdür, yay aylarında da bu olur asfaltda, amma daha çox qış aylarında olur. Qış aylarında biraz soğuk düşən kimi asfaltın üzrü görmüşsünüz nətər güzgü alır. Asfalta baxsan adamın gözünü qamaşdırır. Niyə? Əks etdirir. İmkan vermir ki, o tərkib istiliyi udsun canına, əritsin. Bu prosesdir. Başa düşüreyim mənimlər, problem yoxdur ki. Mənim aydınlığı tam şəkildə. Bəli. İndi bu bizim
stratosferdəki prosesə uyğunluq gətirir ki, hə, demək stratosferdə yuxarı qalxdığı temperatur azalır. Asfalt qara rəngdə deyil. Daha da güləş olmalı deyil. Nə? Asfaltın rəngi tündür. Bildiyiniz kimi tünd rənglər güləşdən uzaqdır. Atlas. Asfalt demək. Asfalt, Yol, yol. asfalt. Asfalt. Hani Hə. asfalt demədiniz. Hə, asfalt. Ayşə. Orada söhbət ondan gedir da. İndi yay aylarında udur. Yay aylarında çox güclü effekti yarada bilmir. Bax, yay aylarında sən baxırsan, bir normal torpağın üstündə ayaqlarını çıxarsan, bir də asfaltın üstündə ayaqlarını çıxarsan. Adamın ayağı yanır, düzdür. Nəyə görə? Onun üzərində o istənilən güclü effekti yaratmır. İndi mən də ona görə deyirəm, bax, burada da torpaq var, səthdə də, burada da torpaq var. Amma yuxarı getdikcə soyuqluq və rütubətlə əlaqədar torpağın suxunun tərkibi neyini dəyişir. Demək, suxunun tərkibinin dəyişməsi belə özündə əks etdirmə prosesi yaradır. Asfalt da bir suxurdur, düzdür? Qış aylarında və yay aylarında onun belə tərkibində müəyyən dəyişimlər olur ki, o əks etdirmənin artmasına və yaxud azalmasına şərait yaradır. Və yayda onun avtomatik şəkildə neyini udması çoxalır, amma qışda əks etməsi çoxalır. Asfalt qalır. Fikir verdin? Bəli, eyni bu prosesi yaradır. Sadəcə asfalt bərk maddə olduğuna görə suxunun tərkibində həddindən artıq dəyişim olmur. Amma baxın, bir torpağın rənginin dəyişməsi, o torpaqda bitkinin bitməsi, onun iqlim rütubət şəraitindən asılıdır. İqlim rütubət şəraitində temperaturla, bir də su ilə formalaşır. Bəli. Yuxarı qalxdıqca temperatur dəyişir, temperatur dəyişdikcə rütubət də dəyişir o hissədə. O su ilə istilik o suxunun tərkibinin dəyişməsinə şərait yaradır. O tərkibin dəyişməsi isə udulma və əks etdirmənin dəyişilməsinə şərait yaradır. Bu proseslər hamısı bir-biri ilə bağlı gedir. Aydındır, biosferdə, indi biz bunu axıra kimi gedəcəyik, bütün hər şeyə baxacaq inşallah bunlardan. Burada hansı məntiqə əlaqələr var, hansı şeylər var, hamısı açıqlamasına gedir. Başa düşmədikcə müəllimlər geri dönüş edir. Nə xırda sualınız varsa geri dönüş edilir mütləq. Çox tələsdirməyəcəm burada sizə. Yaxşı, indi bu öz yerində. İndi bizə deyir ki, troposferdə atmosfer hadisəsinin 80% baş verir. Niyə? Çünki sıxlıq böyükdür. Sıxlığın böyük olması orada bulutluluğun yəni çox olmasına şərait var, düzdür. Daha doğrusu orada cəlb etmə o qədər çoxdur ki, bulutları neyini özünə yaxın sıxıb saxlayır. O da sıxlığın böyük olmasına gətirib çıxardır. Bir yerdə sıxlıq nə qədər çoxdursa, orada atmosfer hadisəsi daha çoxdur. Bəli, atmosfer hadisəsi daha çoxdur. Bilirsiniz, səbəb nədir? Bax, həqiqətən də insanlar arasında belədir də. Bax, çoxlu bir insan var, düzdür. Ən maraqlıları hansılardır? Əslində. Sakit duralım. Belə deyək də, üzərində çox işləyən, sakit ola bilər, amma bir hamısı o sakit insan, üzərində işləyən insan bir araya gəldikdə dünyaya bədəl bir proses yaradır. Düzdür? Bəli, onunla əlaqədar olaraq, baxın, sıxlığı böyük olan bulutlarında tərkibi nə olur? Mürəkkəb olur. Və o tərkibdə, belə deyək, baş verən hadisələr də çox çeşitli təşkil edəcək. Məsəl üçün, bir insan fikirləşir, ancaq və ancaq ümumi geçir. Səhər durur, işə gedir, işdən gəlir. Ancaq bu işə baxır, özünü inkişaf etdirmir. Onun tərkibində hansı mürəkkəb bir şey ola bilər? Sadə bir həyat yaşayır. Elə insan var ki, ömrü boyu universitetə gedib gəlir, seyir qutarı professorluğa verir, oradan əzbərliyir, buna verir, oradan əzbərliyir. Gəlir ortaya çıxır, baxırsa da bir dənə çoban bundan çox verir. Bəli, o da var. Niyə? Özünü inkişaf etdirməklə əlaqədar bir prosesdir. O demək deyil, mən universitetə getdim, gəldim, əlayım, yox. Yaxşı, burada inkişaf var. İndi baxın, sıxlığı böyük olan bulutların tərkibi də nə olur? Müsbət və müxtəlif güclü cisimlərlə doludur. Müxtəlif güclü cisimlərlə dolu olan proseslər
ətrafa daha çox enerji buraxır. Və o enerjinin buraxılması da troposferdə daha çox atmosfer hadisələrinə şərait yaradır. Bəli. İkincisi var, stratosferdir. Deyir ki, atmosfer hadisəsi 20% baş verir. Niyə 20% baş verir? Çünki, baxın, bu ikinci təbəqədir, yer səthinə yaxın olur. Troposferə nəzərən sıxlığı aşağıdır. Düzdür? Amma müəyyən qədər bunda da sıxlıq var. Çünki biz demişdik ki, bəzi buludlar yüngül olduğu üçün daha yuxarıda olur. Bəli. Proseslər 20% orada, 80% də troposferdə olan hadisələr. Yəni, sıxlıq bir var ki, tamamilə demək olar ki, zaman-zaman həddindən artıq aza düşür. Bir də var ki, sıxlıq müəyyən qədər özünü saxlayıb. Zaten özünü saxlayıb deyək, troposferdən sonra ikinci qatdır da, düzdür? Ona görə burada atmosfer hadisələri həddindən artıq çoxu yox. Yəni, müsbət güclü enerji burada həddindən artıq çox olmasa da müəyyən qədər var. Bəli, müəyyən qədər var. Aydındır? Bəli. İndi müəllimlər, siz bu hissədərsiniz. Yavaş-yavaş Allah qoysa buraya yaxınlaşarsınız, troposferə. İndi, geniş alın, baxın müəllimlər. Stratosferdə az proses baş verir, inkişafla əlaqədar deyirəm. Zəfirəm, başını qarşıdırma, inkişafla əlaqədar deyirəm. Deyirəm, yəni bu hissədərsiniz. Yaxşı, hələ burada olan insanlar var. Hə, bu hissədərsiniz, bu hissəyə keçməyə hazırlaşırsınız inşallah. İndi baxın, stratosferdə atmosfer hadisələri azdır. İndi zaman-zaman nə baş verir? Sıxlıq azala-azala gelir. Bəli, sıxlıq azala-azala gelir. İndi burada bir şeye toxunacaq. Atmosfer çişlənmə prosesi. Atmosferin çişliyi daha çox niyə buradadır? Troposferdə. Bəli. Çünki çirklənmə yerdən Niyə başlayır. stratosferdə deyil, mezosferdə deyil, termosferdə deyil, eksosferdə deyil? İstəyirsiniz bir dənə də fikir ona deyim mən. Yer səthinə yaxın olması bir fikirdir. Digər fikri biz buludlar ən çox harda toplanır? Troposferdə. Deməli, bu yüzden buxarlanma ilə qalxdığı üçün troposferdə daha çox müəyyən hissəsi bəlkə stratosferdə rast gəlsin, amma mezosfer, termosfer, eksosferdə bulud olmadığı üçün avtomatik orada Gəl, buyur mənim, nəsə demək istəyirəm. Əslində, stratosfer utopiyyanın şüaların günəşin qarşısını kəsilməmək. Oraya gələcəm. Günəşin bəzi şüaların qarşısını kəsməsi nəticəsində ola bilər troposferdə. O tərəfə çıxmır. Sıxlıq troposferdə çox deyəndə ona görə qoymur yuxarı qatlara. Ay, sol. Beşər məntiqlərdən biri. Sıxlıq böyük olduğuna görə orada kişlənmiş proseslər cəzb edib neyini saxlayır. Qoymur kosmosa atılmalar. Amma indi bir sual yaranır da burada bu cavabdan. Bax, sıxlıq əgər stratosferdə çoxdur deyilik, deyil mi? Ki, troposferdə... Yox, troposferdə sıxlıq böyük. Troposfer. Hə, troposferdə özə düzdür. Yəni stratosfer başa düşür. Ətrafdakı buludlar nə qədər sıxırsa, o qədər yerdən atılan prosesləri neyini özündə tutub saxlayır. Qoymur. Kənara çıxmalı qoymur. Amma mezosferə bir dənə cisim düşsün. Mezosferdə çox cəzb ediləsi bir şey yoxdur. Yavaş-yavaş neyini edir? Kosmosdan uzaqlaşır. Yəni, daxildən keçir çıxardır. Bəli, indi burada nəyə baxacaq? Qəşəng bir prosesə baxırıq. Stratosferdə temperaturun artması yoxsa azalması. Baxın, nə baş verir? Burada deyirlər ki, stratosfer 18 kilometrdən haradasa gedir 55 kilometrə qədər. Qatır. Burada deyil, bunun içində bir təbəqə yaranır. Həmən bu təbəqənin adı ozon təbəqəsidir. Ozon təbəqəsi 30 kilometrə qədər gedir. Deyə bilərsiniz, müəllim, bu təbəqə necə formulaşır? Bəli. Baxın, iki fərqli və böyük enerjili, sıxlığa malik buluddur. Bir, stratosferin bulud hissəciyi, bir də troposferin. Aşağıdan troposferin, yukarıdan da stratosferin. Fərqli cəlb etməyə aid iki dənə sıxlıqlar bir araya gəlirlər, seçmə bir qat yaradırlar. Həmən o, təbəqəmizin adı ozon təbəqəsidir.
Bax, buludlar orada bir fərqli sıxlığa malik olan keçid dönəmi yaradırlar özlüyündə. Yaxşı, bəli. İndi digərinə də toxunacaq orada. Baxın, gör, nətər baş verəcək ki, ionosfer yaranacaq. Ionosfer niyə o xüsusiyyətə malikdir, ona da. Bax, burada fərqliliyin meydana gəlməsidir. Belə deyək də, müəllimlər. Tutaq ki, Ehtiram müəllim MİQ təlimçisidir. İndi sıxlığı nisbətən böyükdür, belə götürək. Tələbələrin arasından MİQ-də nəticə yığanlardan sıxlığı məndən aşağı olsa da müəyyən şey götürürəm. Bəli, orta sıxlıqda birini götürürəm. Amma o tələbə nəticə qoyubsa, demək sıxlığı böyükdür da, düzdür. O tələbəni mən yanıma alsam, ondan hansı işləri görə bilməliyik? Yəni, ümumi şəkildə çox böyük işlər apara bilərik də, düzdür. Bəli. Və eyni proses, sıxlığı böyük olan təbəqənin üst hissəsi ilə, ondan nisbətən aşağı olan təbəqənin alt hissəsi, bu hissədə toplanma prosesi baş verəndə, cəzb etmə hər tərəfli özünü əhatə etməyə başlayır. Və artıq baxın, burada şəffaflıq itir. Bəli, iki fərqli yüklü sıxlıq bir-birindən qarışan zaman şəffaflıq neyini itir? Bizim nəyə bənzəyir? Bəlkə fikir vermiş olarsınız. Hər hansısa bir mayenin içində digər mayenin qatanda maye çevrilib nisbətən bərkləşir. Belə bir proses var. Qatlaşır. Bəli. Məsəl üçün, ən yaxşısı undur. Düzdür, un da şəffaf deyil, amma başqa maddələrdir də. Onun içinə götürürsən, suyu qatırsan, biraz qarışdırırsan, bərkir. Daha bərkala keçir. Düzdür? Bəli. Və eyni onun kimi bir prosesdir. Fikir verdiniz, şəffaflıq itən kimi artıq günəş şüalarının bəzi hissəlikləri var. Deyir ki, bəzi hissəliklərini yerə bıraxmır. Hansı? Ultravənövşəyi. Günəşin ultravənövşəyi. İşıqlarını yerə bıraxmır. Və o nə ilə əlaqədərdir? O da sıxlıq prosesi ilə əlaqədərdir. Bax, bəzən deyirlər ki, ultravənövşəyi şüalar insana ziyandır. Nəyə görə ziyandır? Onun da bir səbəbi var. Onun da bir xüsusiyyəti var. Zəhərlidir. Müəllimlər, əslində ziyan prosesi bizdə nə ilə əlaqədərdir? Bilirsiniz, bizim formalaşmamızla əlaqədərdir. Birinci, o şüalar olubdur, yoxsa insan olubdur? O şüalar olubdur. Artıq baxın, yerə hansı şüalar keçibdirsə, biz onunla formalaşmışıq. Onun bir izi bizim bədənimizdə var. Əlavə gələn şüalar bizə nə edir? Təsir etməyə başlayır. Ona görə biz ona ziyanlı deyirik. Çünki bizim quruluşumuzda o şüalar olmayıb. Və başlayır bizə ziyan etməyə. Bəzən deyirlər, həqiqətən də möcüzədir. Düzdür, yaranış bir möcüzədir. Həqiqətən də. İndi baxın, orada bəzən deyirlər ki, nətər oldu bu belə formalaşır. Bunu quraşdırıblar da, ultravənövşəyi indi şüaları udur bizə ziyanlı olanları. Güya bizə ziyanlı olmayanları bıraxır. Yox, söhbət elə deyil. Söhbət onda ibarətdir ki, sən yarananda içəri daxil olan şüalardan tərkibə götürmüsən. O səndən əvvəl var idi. Ona görə yaranışdan sonra sən götürmədiyin şüalar bir vaxt atmosfer çirklənəndə, atmosferdə ozon dəlikləri yarananda sənə başlayır o əlavə şüalar daxil olan kimi təsir edir. O da sıxlıqdan asılı idi. Dedi ki, iki dənə fərqli sıxlığa malik bulud təbəqəsi birləşdi, bir ozon təbəqəsini yaratdı. Oradakı cəlb etməyə görə bəzi şüaları içəri bıraxa bilirdi, bəzilərini kənarlaşdırırdı. O içəri bıraxılmış şüalar insanın genetikasında, formalaşmasında rol oynamağa başlamışdır. Ona görə kənar şüalar daxil olan kimi biz avtomatik nə edir? Ziyan edir. Başa düşürük müəllimlər məntiqi. Aydın olur nə demək istədiyim. Yəni mənə MİQ-də inşallah nəticə qoyacaq, o öz yerində, sual cavabında var. Mənə sadəcə lazımdır ki, siz orada, indi maraqlı uşaqlar olacaq, maraqlı şeylər olacaq, bir 2 ilə, 3 ilə siz özünüz də çıxarsınız MİQ təlimçisi kimi, Allah'ın köməyində. Amma geçsəz, təbii ki, ardıcıl olaraq geçsəz. Yoxsa mən bugün məktəbdəyəm, 500-600 manat mağaram rahat, yəni 1200-1500 alım rahat oturum, araşdırmayayım, elə araşdırmaq lazımdır davamlı olaraq. Yaxşı,
İndi baxın, orada müəllim fikir verir. Bəzi şüalar yerə keçirdi. Amma bəzisi ozon təbəqəsində nə etməyə başlayırdı? Udulmağa. Udulma baş verirsə, avtomatik nə edirdi? Qızma prosesi gedirdi. Ona görə deyirlər ki, ozon təbəqəsinin olduğu stratosfer temperaturun artması müşahidə edilir. Bəli, temperaturun artması. Bəzən bizə deyirlər, istixana effekti yaranır. Deyişik işləmə baş verir, istixana effekti yaradır. Niyə? Bizim atmosferimiz sıxdır. Havaya bırakılan gazları havada tutup saxlayır. Tutup saxlayan kimi havanın şəffaflığı ölməyə başlayır. Avtomatik, hələ havada olan keçli maddələr tərəfindən hava qızmağa başlayır. Yəni səth örtüyü yaranır. Bəli, səth örtüyü yaranır. Bəli, eyni proses. İndi bu səth örtüyü bir var təbii şəkildə yaransın, bir də var bizim süni şəkildə yaratdığımız proses. Yəni o ziyanlıdır da, zaten kimyəvi proseslər. Bunların hamısının bir yerə qarışması gətirir, problemə çıxardır. Bax, budur eyni proses, istixana effekti dediyimiz anlayış. Niyə o mezosferdə toplanmır, eksosferdə toplanmır? Çünki o sıxlıq yoxdur. Sıxlıq troposferdədir deyə daha çox orada toplanma prosesi özünü görsənir. Aydındır, ozon təbəqəsi, aydın deməliyəcək. Problem yoxdur ki, əla. Ona görə, baxın məsələn, troposferdə bir yer səthisində sonra qalxdı, yəni temperatur azalmağa doğru getdi. Ozon təbəqəsi formalaşdığına görə, ozon təbəqəsi ultraviyolət şüaları uddu, stratosferi isitməyə başladı. İndi mezosferə girir. Mezosfer, baxın, mezosferdə tutub saxlayacaq bir qüvvə çox cəlbedilik yoxdur. Çünki oradakı bulutların sıxlığı Ozon dəlişləri deyilən bir şey var da, stratosferdə. nə var? Ozon dəlişləri. Bəli, indi ona gələcəm. O necə baş verir, onu demək istəyirsiniz. Bəli, yaxşı bunu deyir, ozon dəlişləri. Ən çox deyirlər Antarktidada bu proses görür ki, yox, Antarktidada daha çox şeylər baş verir, ozon dəlişlərinin deşilməsi. Bax, frenium qazları deyilən bir qaz. Bugünkü xaladenliklərdə istifadə edilir, soyutma hissəsində istifadə olunur. Frenium qazları Antarktidada niyə çoxdur? Nüvə silahlarının silah gücü. O atom bombaları, nüvə silahları zad var. Onların içine o qədər frenium qazları verirlər ki, başlayır yeməyə. Bax, konkret yeyir daha, təsəvvürləyin ki, o qazlar ozon təbəqəsini başlayır parçalamağa. Bəli, o parçalanma əslində bilsin necə gedir. Orada isitmə, soyutma proseslərini elə aparır ki, o qaz. Bax, adicə belə bir şey deyim, bəzən şamponun növləri olur, əlimə vurursan, elə bir əlimi soyudur. Fikir vermişsiniz ona? Fikir vermiş olarsınız, bəli. Bax, o qazlarda elə bir şeydir ki, onun tərkibinə qarışır, başlayır onu parçalamağa və onu yoxa çıxartmağa başlayır ozon təbəqəsindən. Ona görə deyirlər ki, Antarktida zatda nüvə silahlarına görə frenium qazları başlayır o ozon təbəqəsindəki qazları yeməyə. O yeyir və deşikləri başlayır aşağı. Budur əsas proses. Aydındır, mənim. Bəli, indi davam edirik. Mezosfer. Mezosferə gəlirik, mezosferin şəffaflığı daha çox. Sıxlıq azalır. Buyur. Atmosferdə yerdən istifadə edilir. Bəli. Ozonsferdə atmosferdən stratosferin arasında. Buradan stratosfer isinir də, yəni ozon təbəqəsi isinir, yer də isinir. Stratosfer daha da isinməli deyil. Stratosfer. Çünki yuxarı hissəsində də istilik var, aşağı hissəsində də istilik var. Bax, buradakı proses nə ilə əlaqədardır da? Ozon təbəqəsi deyil ya. Ozon təbəqəsi ultraviyolət şüaları sıxıb saxlayır, aşağı bırakmır. Bax, ona görə deyirsən, udur. Udur və əks etdirməyə başlayır ziyanlı hissəni. Bəli, orada keçli hissəcikləri. Məsəl üçün, orada yerə daxil olan şüaları uda bilmir. Məsəl üçün. Demək, onlar tərəfindən isilə bilmir. Bax, yerə də 100%'lik gələn şüanın, indi onlara keçid edəcəkdim, bir tərəsi. 100%'lik gələn şüanın düz 66% yer tərəfindən udulur. Bunun bir qismi ozon təbəqəsi tərəfindən əks etdirilir. Bir qismi gedir ionosfer tərəfindən əks etdirilir. Ona görə, baxın, aşağı bıraxdığı 66%'ın yer səthi isinir,
digər 44% qayıdır. Ancaq o ozon hissəsinin yuxarı hissəsində udulmaya məruz qalır. Artıq aşağı keçdi, aşağıda yenə şəffaflıq var. Şəffaflıq varsa istə bilməz axı. Aydındır. Sən dediyin hə doğrudur. Məsəl üçün, stratosferdən çıxış edəndə, o səthə görə stratosferdən, daha doğrusu troposferdən stratosferə çıxanda o arada isinmə var. Amma gəl ki, oradan uzaqlaşdıqca da soyuma gedir. O məsələ var. Başa düşdün? Yuxarıdakı səthdən, baba bu ozondan, baba bu 30 kilometr, ozondan sən bu troposferə qədər uzaqlaşdıqca, buradan da uzaqlaşırsan da, onda istilik yenə azalır. Çünki bura şəffaflıq var. Burada şəffaflıq, amma ozonda o şəffaflıq itilir. Aydındır. Başa düşmədi. Başa düşdün dəqiq. Elə dəqiq olsun. Bəli, ona görə şəffaflığını itirir. Amma bax, 18 kilometrlik bir, 18 kilometrdən və ya 16 kilometrdən ortalama 30 kilometrə qədər 14 kilometrlik bir hissə ozon təbəqəsi stratosfer qatının içindədir. Bu bilsin nə deməkdir? Hava səthində. Tamamilə isidir həmən o stratosferi. Ona görə biz deyirik ki, onda temperatur artır. Amma bunda şəffaflıq olduğuna görə yukarı qaldıqca temperatur azalır. İndi keçirik mezosferə. Mezosfer şəffaf. Heç nə udulmur. Yerdən gedən çukurlar ora çatmır, atmosferdən gələnlər də gəlib bu tərəfə çata bilmir. Çünki orada ionosferdən keçib, parçalanır, çata bilmir bu tərəfə. İndi baxın, orada çox tozlanma yoxdur, çox çirklənmə yoxdur, hava şəffafdır. Orada isinmə gedə bilər. Avtomatik hava soymağa başlayır mezosferdən. Bəli. Baxın, keçirik termosferə. Bəzən deyirlər ki, mənim, bu da termosferdə, bu 80 kilometrə qədər gedir. 80-dən 800-1000 kilometrə qədər isə termosfer qatıdır. Qalib deyirlər ki, burada 80-dən 400 kilometrə qədər ionosfer qatı var ki, o rentgen şüalarını yerin daxilinə buraxır. O ziyanlı hissələrini udur, əks etdirməyə başlayır. Qalan hissəni isə xeyirli hissələrini yeksətmə buraxır. Deyirlər ki, bəs bu burada niyə yaranır? Burada niyə yaranır? Səbəb nədir? Baxın mənimlə. Bir də bununla danışaq, 1000-3000 kilometr eksosfer. Eksosfer qatı əslində, belə deyək də, bu rənglə, bu rəngin arasında müəyyən fərq varmı çirklənməyə görə? Amma demək olar eyni şeydir. Düzdür? Bəli. Eksosfer qatı kosmosdan elə bir prosesə malikdir. Yəni, eksosferdə o qədər sıxlığı az olan su buxarı toplanırdı ki, elə bir ki, sən buradan termosferdən aralandın, artıq kosmosdasan. Sürtünmə prosesi çox getmir, kətinlik yaratmır sənə. Elə birbaşa elə bir ki, kosmosa bənzər bir sıxlığa malikdir. Kosmosda hava yoxdur, düzdür, sıxlıq yoxdur, düzdür. Eksosferdə ona yaxın bir sıxlığa malikdir. Yəni, o qədər sıxlığı aşağıdır ki, deyirlər ki, daha sən termosferdən çıxdın, hara çıxmırsan? Kosmosa çıxmırsan. Eksosfer, yəni sıxlığı həddindən artıq aşağıdır. Ona görə deyirlər. İndi bax, deyirlər ki, termosferdən çıxdın, kosmosa çıxış qapısı adlandırılır. Çünki sən, bax, burada sıxlıq böyükdür. Sən buradan qalxanda havanın sıxlığı böyükdür burada. Kətinlik çəkirsən, sürtünmə prosesi güclüdür. Amma gedin termosferə kimi kətinlik çəkirsən, termosferdən eksosferə çıxdın, artıq elə bir ki, rahat. Sürtünmə prosesi çox müşahidə edilir. Ona görə deyirlər ki, termosferdən çıxmısansa, kosmosa çıxmısan. Yəni, termosfer kosmosa çıxış qapısıdır. Buyurun, sualını ver. Atmosferin təbəqəsinin nəyi gedib yoxdur? Məsələn, ozon təbəqəsində müəyyən bir qalınlığı var, ionosferində müəyyən bir qalınlığı var da. Ozon təbəqəsi niyə qat kimi götürülmür? Bax, burada belə bir proses var. 1-2 kilometr deyil ki. Bəli, orada indi nə məsələdir? Niyə ayrı-ayrı götürülür? Səbəb nədir ki, bir-birinin daxilində götürülür? Bax,
Sən troposferlə stratosferə baxanda ayrı-ayrı sıxlığa malikdir. Ozon təbəqəsi stratosferin sıxlığına uyğun proseslər özünü daha çox göstərir. Gəl belə danışaq, tutaq ki, ailədə 5 nəfərsiniz, düzdür? Ailədə 5 nəfərsiniz, 5 nəfərdən 3-ü yaxşı təhsil alıbdır. O yaxşı təhsil alıbdır deyə bilərsən, başqa nəslə aiddir. Yox, niyə? Çünki sizin genlərinizi daşıyır. Bəli. Burada da ozon təbəqəsi stratosferin genlərini daşıyır, belə doğru dildə deyirsən. Yəni, çoxluq onu təşkil edir, ona görə onu verirlər, onu daxillər. Amma deyir ki, sıxlığın qarşılaşması var. Elə bir komponentlə aşağıdan yuxarı sıxlıq qarşılanıbdır ki, orada hər sıxlığa uyğun proses özünü göstərir. Ona görə şəffaflıq itməyə başlayır. Bəli. O da bizə nəyə bənləyir? Ailədə 3 nəfər mütləq alimdirsə, o ailə bir-birindən çox vaxt keçirirsə, o 4-cü, 5-incisi də müəyyən hissəyə çatacaq. Onların da sıxlığı qarışıb bir yerə çatacaq. Bəli, zənginləşəcək. Eyni proses orada da baş verir. Yəni, o sıxlıqda, ozon təbəqəsindəki sıxlıqlar stratosferin sıxlığına daha çox yaxındır. Ona görə deyirlər ki, bu ozon təbəqəsi olan. Əgər tamamilə fərqli bir sıxlıq müşahidə olunsaydı, stratosferdə olduğu kimi olmasaydı, onu ayrı bir təbəqə kimi ayırardı. Aydındır. Yəni, burada eyni yüklü hissəliklərin bir-birinə uyğunlaşmasıdır. İndi bu düzdür, fizikaya kimliyə gedib çıxır. Düzdür, mən orada indi müəyyən araşdırmalar edirəm. Amma indi istədiyim qədər də hələ çatmamışam. Amma bildiyim araşdırmalar nə varsa ötürürəm. Yaxşı, bu öz yerində. İndi o əlavə məlumatlar olacaq, onun adını demək, fizikadan çıxartmaq. Ona görə onlara ehtiyac yoxdur, eynini doldurmaq. Sadəcə mən istəyirəm başa düşəsiniz. Tam başa düşəsiniz, əzbərliyim yox. Bir dəfə belə, bir dəfə təkrarda, bir dəfə testlərin üstündə tam. Yaxşı, düzdür, indi bunu mən anladıram. Bəzi şeyləri tam götürə bilməyəsiniz, o da var. Zaman da var, bu proses başlıyor. Avlanır. Keçid edəmir. Yaxşı, mənimlə. İndi baxın. Eksosfer sıxlığı tamamilə aşağı səviyyədədir. Kosmik sıxlığa malikdir. O təbii ki, hər hansısa bir sıxlıqla bir araya gəlir, yeni bir təbəqə yarada bilməz. İndi baxın, termosfer tamamilə daha doğrusu, mezosfer tamamilə şəffafdır. Termosfer isə kosmosdan daxil olan asteroid, meteoroid hissəciklərinə müəyyən qədər şəffaflığı neyləməyə başlayır? İtir. Sıxlığın artımına başlayır. Bax, indi şəffaf sıxlığa malik və termosferdə biraz çirklənməklə özünü görsədən, şəffaflığı azalan termosfer qarşılıqlı mərkəzi hissədə bir təbəqə yaradır. Ona deyirlər ionosfer. Bax, yenə fərqli sıxlığıdır. Deyirsiniz, burada niyə yaratmadı? Burada ona görə yaratmadı ki, eksosfer kosmik sıxlığa malikdir. Onun normal bir sıxlığı yoxdur. Nətər digərindən bir araya gəlib bir təbəqə formalaşdıra bilsin. Yaxşı. İndi buradan gələn, mezosferdən gələn sıxlıqla, termosferdən gələn sıxlıq bu arada bir ozon. Daha doğrusu, ionosfer təbəqəsini formalaşdırır. Rentgen şüalar. Rentgen şüalar əslində nədir? Suyun nə halda olsun buxarlandıra biləcək şüalar. Rentgen şüalar. Bəli. Və insan bədəni neçə faizi sudur? 85-90%. Düzdür, hidrogen, oksigen. Bəzən deyirlər ki, insana xəstələndin, çox su iç. Niyə? Səbəb nədir? İnsan bədəni çox hissəsi sudur, düzdür. Bax, xəstələnsən itərlər. Bədəndən o kişli su çıxır. Əslində deyirik, nə yiyirsənsə olsa, nə içirsənsə olsa. Nəyə görə deyirlər onu? Sən bədənin sudur. Və adi bir, kimyəvi bir içki içirsən, düzdür. Qarışır bədəni və o suyu korlamaya başlayır tərkibə. Amma şəffaf su içirsən, bədənində buxarlanma həmişə gedir, tər həmişə gedir. Əslində tərləyən insan deyir, çox tərləyirsən, problem var. Problem deyil, ən sağlam insanlardan biridir.
Çox tərləyəsən. Bədən avtomatik həmişə o pis maddələri ifraz edir. Bəli. Suyun üzərində neft dağılıdır, orada buxarlanma gedə bilər. Bədəndə normal olmayan maddə var. Sənin bədəndən tər çıxa bilər. Xeyr. Əslində təhlükə tərləməyən insanlardır. Yaxşı, bax, budur bütün prosesləri. Gedişatı, mənimlə. Aydındır, başa düşürük. Bəli, bax, ona görə indi, bax, burada da müşahidə etdiyin rentgen şüalar. Siz təsəvvür edin ki, bir dənə ionosfer qatın deşilməsi. Var, insanın oradan gələn rentgen şüanın altında durması bir dənə bax, dərin qalar. Həqiqətən. Bütün bədəndə suyu 85-90% buxarlandırıb çıxardır. Buyur. Nəylə? Bu stratosferlə mezosfer arasında. Çünki mezosfer, stratosferlə sıxlıq baxımından baxsaq, mezosfer həddindən artıq şəffafdır. Orada kişlənmə prosesi, bax, ya bu tərəfdən yerdən qalxan, bax, yerdən qalxan hissədə də təbəqə var. Bu tərəfdən gələn hissədə də təbəqə də var. Qoymur mezosferi kişlənməyə. Ona görə o stratosferlə şey təşkil edə bilmir. Bu yuxarı hissəsində ancaq şeylə təşkil edə bilir, ionosferlə. Və fikir ver, ionosferdən az da olsa bu tərəfdən nəsə keçir. Amma stratosferdən ozon təbəqəsi daha çox sıxılğanmağa işdir. O bulutların sıxılığına görə. O yuxarı işlə keçməyə qoyur, şərait yaratır. Ona görə bəzən deyirlər ki, kosmik çıxışda, məsələn, deyirlər, orada televizorda zadda baxmış olarsınız bəlkə o şeylərə. Deyirlər ki, bu qatı keçdiysə, demək çıxmışıq əslində. Ən çətin qat orada ozonosferdir. O qədər fərqli sıxılıqlar var ki, fərqli enerji var ki, orada müəyyən qalxan bir cihaz daha çox zədəyə olmaya bilər. Bax bu. Amma ionosfer o qədər təhlükəlidir, amma bizi qoruyur rentgen şüalardan. Təhlükəli niyə? Suyu nə hal olursa olsun. Bax, suyun üzrünə adi neft dağılır, o suyu belə buxarlandırıb kəlimə qabiliyyətinə malik bir şüadır. Amma normalda günəşin, normal yerə gələn şüaları o suyu buxarlandıra bilmir. Aydındır? Bəli, bu öz yerində və günəş radiasiyası məsələsinə baxırıq. Günəş radiasiyasının yerə daxil olması. Bax, kosmosdan gələn günəş radiasiyası saat neçədir mənimlə? 16 dəqiqə kifayət edəcək. Bu hissəni verəcəm, testi az verirəm. 27 dənə zat dimdəndir. Qarışıq 30-40 dənə də güvəndəndir. Onu işləyirsiniz, bu da indi bizə nə şərait yaradır? Geniş anlama şərait yaradacaq, bir də digər testlərimizə baxma şərait yaradacaq. Burada çox şey var. Çox şey var və hamısını təhlükə anlamaq lazım. Çalışdığınız qədər. Bəli də, bura qədər sual olan var. Yoxdur ki. Biraz atmosferi çox danışıram. Çox da danışacağım. Atmosfer çünki danışmalıyım. Hidrosferə keçdik, nədir? Boğazdır, adadır, yarımqardır, deyilir. Ədvərədir, deyilir. Yaxşı. Amma hidrosferdə də biraz yola deyir. Biosfer, atmosferi başa düşmüsənsə, hidrosferi başa düşmüsənsə, biosfer sudur. Yəni, birbaşa gedir. İndi, mənimlə, keçid ağırıq, günəş radiasiyası. Bizə gələn günəş radiasiyası maksimumdur. 100%. Günəşdən gələn radiasiya maksimumdur. İndi baxın mənimlə, bunun bir hissəsi ionosferdə zərərli hissələri qudulur və geri qaytarılır. Bir hissəsi də ozon təbəqəsində qudulur və geri qaytarılır. Yerə o günəşdən gələn 66% enerjinin, daha doğrusu 100% enerjinin 66% daxil olur. Bəli. Qalan 34%-i yer tərəfindən əks olur. Bax, bu ziyanlı hissələrdir. Hansı ki, o dediyimiz ultrabənövşəyi və rentgen şüalar. Yaxşı, bəzən belə bir şey deyirəm ki, yerə daxil olan radiasiya, yerə daxil olan radiasiya
100%'lık radiasiya. Deməli orada ultrabənövşə İlk məlumat siz demişsiniz, buradan 100%'lık gəlir yeri 66%. ozon qatı yəqin ki tam əks etdirmə qabiliyyəti itirib, dəlik var nəsə, tam daxil olur. Yox. Günəşdən gələn 100%. Bax, o günəşdən gələnin 100%'dır. Məsəl üçün götürək 3000 misal edirəm, kilokalori günəşdən enerji gəlir. Bu günəşdən gələn 100%'dır. Yəni bizim yer kürəsinin düşmə bucağına asılı olaraq 100%'lık bir enerji gəlir. Düzdür? Yerə o 100%'dır. Bax, günəşdən gələn radiasiyanın 66% daxil olur. Bunun 66%'ı 1980 kilokaloridir. Amma bu yerə daxil oldu, yerin maksimum enerjisidir. Yerin elə 100%'lığını təşkil edir. Yer enerjisinin, bax, o troposferə daxil oluşun 100%'lığını təşkil edir. Məsəl üçün deyim, ha? Yerə gəldi. Yəni sonra demine 3000 kilokalori bu qədər demişdiniz. Bu təqribi bir şeydir. Ağlımdan deyirəm, çıxarış verirəm sizə. Yaxşı, hə. Yəni bir var günəşdən gələn enerjinin 100%'lık hissədir. Bir də var yerə daxil olub troposferə. Daxil olan enerjinin 100%'lık hissəsi. Qalib deyərsin, mən troposferə görə niyə götürürük? Troposfer çünki şəffaflığının, belə deyək, sıxlığı böyük olan və daha çox isinən hissələrdən biridir, yer səthi tərəfindən, isinən hissələrdən biridir. Ona görə deyirəm ki, troposferə daxil olan hissə əsas yerin enerjisidir. Yəni yerin enerjisi balansı 100%'dır tam. Amma o 100% günəşdən gələn 66%'ını təşkil edir. Çünki bəzi hissələr bizdən uzaqlaşdırılır. Aydındır. Və salam. Bu belə. Çəkid ağırlığı nəyə? Udulma prosesindəki fərqlər. Bəzən deyirlər ki, mənim su səthi çoxudur. Niyə çoxudur? Deyir, su səthi şəffafdır. Qalib deyir, mənim su səthi şəffafdırsa, bu da bilmir axı. Dərsliyi qaranır. Ha, o da var. Demişdim o hafta. Məlumat vermişdim hafta. Əla. İndi gəlin baxaq. Əslində sehirli proses suda deyil. Su şəffafdır, istediyi çoxuna bilmir. Və sehirli proses nədədir? Sehirli proses o suyun dərəsində. Bu dərə ilə bağlı bir çox anlayışları gətirəcək. Biz yenə su səthinin daha çox udulma olduğunu deyə bilərik. Məsələn, belə bir şey fikirləşək. Mən deyə bilərəm ki, müəllim, dağ formasında olan hissədə üzərində su qalır. Elə bir şey ola bilər? Yox. Mütləq sudursa dərədə olmalıdır. Düzdür? Sudursa qazanda olmalıdır. Su havada qalarsa, suyu havada şəkildə saxlayarsan, onu ən yüksək temperatur olan Liviya səhrasına apar, havada saxla və onu aynanın içində saxla. O suyun isinmə ehtimalı var. Belə güzgün içində. Yoxdur. Demək, suyun əslində çox enerjisinin udulması bu dərə ilə bağlı bir prosesdir. Dərələrin özünə aid bir xüsusiyyəti var. Dərələr istiliyi çox depo oluyor, eyni zamanda soyuğu da çox depo oluyor. Bəli. Yay aylarında istili çox depo oluyor, qış aylarında soyuğu çox depo oluyor. İstiliyi çox depo oluyor, gec soğuyor. Soyuğu çox depo oluyor, gec isinir. Gec də isinir. Bu dərə ilə bağlı bir prosesdir əslində. Sadəcə biz suyun nəyə görə deyirik ki, çox istiliyordur, ona görə deyirik ki, o zaten dərədə yerləşəcəkdir. Suyun dərədən başqa bir ehtimalı var. Təbii ki, yox. Bəli, ona görə müəllimlər, bax, su şəffafdır. Ya su bu tərəfdən sahil hissədə, dayaz hissədə, o dərənin bir hissəsini isidərək sonra başlayır isinməyə, ya da ki, bax, bu suyun dərinliyi müəyyən dövrdən sonra qaranlıqdır. O qaranlıqda su şəffaflığını itirərək başlayır isinməyə. Düşünün ki, bax, səhvdir. Sən bunu buradan istəndə, buradan istəndə. Bax, nə baş verəcək? İsinə gedəcək. Tez bir zamanda, düzdür? Amma o şəffaftırsa,
O istilik məcburdur ki, dibə çalsın, o dərəni isitsin və ya qaranlıq yeri isitsin, sonra suyu isitməyə başlasın. Aydındır, məntiq başa düşürük. Bəli, bu proses. Məsələn, orada sualı uşaqlara başa sala bilərsiniz, kiməsə başa sala bilərsiniz, elə maraqlı uşaqlar olur. Qayıdır, ay mənim, suya şəffaf deyirsə, sonra da deyirsiniz ki, daha çox su isitsin. O necə olur? Bəli. Şəffaflığını itirdiyi yerdən, qaranlıq yerdən və eyni zamanda köçək hissənin qızması nəticəsində su daha çox isinir və 95% enerji budur. Dolayısıyla su səthə təmas etdiyi zaman şəffaf olduğuna görə daha çox enerji tutmağa başlayır. Səthə təmas etmədiyi boyunca sən onu havada saxla, onun enerjini unutması deyə bir xüsusiyyəti yox. İndi mənim bu dərinliyi artdıqca biz nə demişdik? Əks olma artır, yoxsa İndi suyun dərinliyi artdıqca udulma da artır. udulma da əks olma? Özdə istiliyi bax neyir? İstilik dərinlikdən başlayır içinə gəlməyə, soyanda üzdən içinə dərinliyə gedir. Ona görə bax, isinmə də gevşətir, soyma da gevşətir. Bilirsən? Bəli. Amma müəyyən hissədən sonra su heç soymur. Harca bir 2000 metr dərinlikdən sonra orada qaranlıq özündə istiliyi depo edib saxlayır. Əslində oradakı söhbət dərədən gedir. Dərə də depo edib istiliyi saxlayır. Dərələrin özünə xas xüsusiyyəti. Yaxşı, bununla bağlı Lənkərana yağıntının çox düşməsi ilə bağlı qəşəng bir faktora baxacaq. Niyə Lənkərana daha çox yağıntı düşür? Bəli, onunla bağlı dərə ilə bağlı bir prosesə baxacaq. 95%-dur, 5-ini əks etdirir. Amma təzə qar 85-90%-ni əks etdirir, 5-10%-ni budur. Yeni qar, buz. Məsələn, fikrin güzgü effekti yaradır da, getmiş olarsınız bölgələrdə. Məsələn, təzə qar yağanda bölgədə yaşayanlar daha çox müşahidə edib. Çıxırsan bir kölə, bir nəfəsini dərməyə, bir də görsən ki, gözün alışıb yanır. İçəri girəndə də işə görürsən. Ay, sağ ol. Hə, o qədər əks etdirmə var ki, promoy gözlə o işıqlar. Par-par parıldayır hər yer. Heç tuta bilmirsən, çıxırsan, bir də olur deyə o məktəbdən gələrsən tezə. Axşam da gec yatırsan, səhər 11-12-yə kimi yatırsan, şənbə günü bazar kimi. Hə, durursan, gözün öyrəşib qaranlığa. Birdən çıxırsan yuxarı, 90%'da şüa vurur sənin gözünə. Avtomatik adamın gözlərini ağrır. Və təzə qar və yaxud buz elə bir əks etdirməni yaradır. Yüksək şəkildə, güclü effektdə. Aydındır bu. Çətinlik yoxdur ki. Əgər bir səth örtüyünün tərkibində su varsa, o daha çox tutmağa başlayacaq. Baxın, bir deyək ki, meşə, bir də deyək yaş torpaq. Və su buzun üstündə olsa? Su buzun üstündə olsa. Donacaq da olsun. Bax, su buzun üstündədirsə, indi belə bir şeydir. Su şəffafdır. İsinmək üçün hardan buzdan bir şey almalıdır, düzdür. Buz da əks etdirir, onu da işinə bilməyik. Aydındır. Yəni, ona görə həmişə su udur demək düzgün deyil. Həmişə su udur. Bax, indi mən ona görə ağıl gətirirəm ki, deyirəm ki, ay sol, yavaş-yavaş məntiq işləyir. Ona görə gətirdim ki, bax, su, şəffaf olduğuna görə daha çox utmur. Suyun əsas udulması o, dərənin içində yerləşməsi ilə bağlıdır. Aydındır. Bəli, su buzun üstündə olsa donub buz olacaq. O, odası deyil. Aydındır. Və salam. Keçlər, meşə, yaş torpaq. Hansı daha çoxu da? Yaş torpaq. Yaş torpaq. Meşə də yaşlı da, rütubətli. Meşə. Bax, su çox olmalıdır. Meşə niyə? Ağaçlar suyu çəkilmə özünə. Orada nəm qalsa da, tam şəkildə, yaş şəkildə qalmır. Ona görə bax, meşə torpağı 70%, yaş torpaq 75%. Qum isə 60%. 50%-dən çox bilirsiniz niyə odur? Çünki səhraya da mütləq şəkildə az da olsa 150-200 mm yağıntı düşür. Aydındır, çətin bir proses var. İndi, müəllimlər, bir ərazi buludludsa, ora gələn günəş radiasiyasının bir hissəsi səpələnməyə gedir.
ərazidə nə qədər aydınlıq varsa, orada düz radiasiya özünü göstərir. Düz radiasiya qütblərdə çoxdur. Aşağı iqadə. Amma temperatur aşağıdır. Düz radiasiyanın miqdarı qütblərdə çoxdur. Niyə görə? Çünki qütblərdə bulutlanma çox ola bilər. Bulutlanmanın çox olması üçün buxarlanma lazımdır. Qütblərdə buxarlanma çox deyil. Aydın və şaxtalı havadır. Baxın, bir var aydın və isti quru hava deyirəm. Bir də var aydın, şaxtalı və quru hava. Yaxşı, bir ərazidə hava aydın, şaxtalı və qurudursa orada donuşluqdur. Bir ərazidə hava aydın, isti və qurudursa orada temperatur ən üst səviyyəyə çatır, quraqlıqdır. Aydın deməlidir. Yəni, quraqlıq prosesi anlayışı, belə kontinentallıq daha doğrusu. Kontinentallıq anlayışı deyən kimi hamı götürüb səhraları götürməsin. Kontinentallığın buzdağı var, şaxta, kontinentallığın istisi var, quru. Aydındır? Bəli. Və şaxtalı olan yerə niyə quru deyə bilməliyik? Bir dənə. Şaxtalı olan niyə quru deyə bilməliyik? Ola çünki az da olsa rütubət var abi. Nəyə görsəyirsən? Buz var, rütubət, su dövdü o da. Bəli. Hamısına baxacaqlar. Yaxşı. Bir dənə də, mənimlə düz radiasiya. Yer səthinə gələn, bax yer səthinə, baba bura gələn 100%'lik radiasiyadır. İndi qum səthi tərəfindən bu 100%'lik radiasiyanın 60% olur, 40%'ı əks etdirir. Demək, udulan və əks etdirilən radiasiyanın cəmi düz radiasiyadır. İndi fikir verin. Udulan radiasiya ilə əks etdirilən radiasiyanın fərqi istilik balansıdır. Baxın, 60'dan 40'a çıxırıq, 20 qalır, müsbət. Həqiqətən də səhralarda yer səthi nədir? Müsbətdir. Buz hissəsinə baxın. 90% əks etdirilir, 10% udulur, udulandan əks etdirilən çıxırıq, -80. Radiasiya balansı mənfidir. Çevirdiniz, son. Çətinlik var, yoxdur ki. Neçə dəqiqamız var? Bitti. Bir dəqiqə, bitti. Müəllimə, zəhmət olmasa dayandırın olur. Müəllimlər, tam şəkildə, yaxşı. Biraz beynimizi fikirləşin.